Allah da insanla düşüncəsinə uyğun rəftar edir, bilirsiniz. Biz əməl deyirik, əməl haqqında vaxt olar danışarıq, keçmişdə danışmışam. Əməl çox önəmlidir öz yerində. Amma Allah insan münasibətində düşüncə, yanaşma, fikir əməldən önəmlidir, bilirsiniz. Əməl də fikrin düzəlməsi üçün lazım imiş, sən demə. Əməl etdikcə, içəri düzəldikcə fikrin düzəlir. Allah son nəticədə fikrinə uyğun sənlə rəftar edir. Hədislərdə var ki, Allah deyir, mənə hansı gümandasan, o gümana uyğun səninlə rəftar edəcəm. Səfa və Mərvə dağlarının arasında səy edirik həccin axırlarında. Belə bir dua var orada ki, ilahi, mənim sənə olan zənnimi yaxşı bir zənn qərar verir. Yaxşı, mən deyim ki, inşallah Allah məni bağışlayacaq. Bu, o mənada yox ki, insan həyasızlıq eləsin, xeyr. Rəhmətinə ümidvar olsun. Allah deyir ki, Ayətullah Behçət deyir ki, bir uşağın anasına, atasına etimadı qədər Allah etimadımız olsaydı düzələrdi. Uşaq heç vaxt fikir eləmir ki, sabah nə yiyəcəm? O qədər arxayında, aramdır, ata-anası var. Biz ki deyir, ay Allah, görəsən nə olacaq? Ay Allah, mən kasıb olacam, fəqir olacam filan. Allah da deyir, buna uyğun sənlə davranıram. Ona görə də problemlərlə, sıxıntılarla rastlaşırım. O adamlar ki, arxayındır Allahın fəzlinə, rəhmətinə, Allah da ruzusunu da